Salam, hər vaxtınız xeyir olsun. Xərçəng xəstəliyi hətta 4-cü mərhələdə olsa da belə sağalan xəstəlikdir. Onun şiş və metastazlarını məhv edən prinsipləri aydınlaşdıraq. Birinci, aclıq. Burada uzun müddətli aclıqdan söhbət gedir. 25, 35, 45 günlük aclıq. Orqanizmə daxil olan qida ilə ilk dəfə xərçəng hüceyrələri rastlaşır və onunla qidalanırlar. Normal hüceyrələrə nisbətən xərçəng hüceyrələri 25 dəfə artıq qidalanır. Əgər uzun müddətli aclıq olarsa, onda bu zaman qida bədənə daxil olmadığından xərçəng hüceyrələri özləri ilə qidalanır, özlərini məhv edir ki, bu elmdə buna autofagi deyirlər. 2016-cı il ilk dəfə olaraq Yapon alimi Asumi Maya hüceyrələri üzərində bunu tətbiq etmişdir. Aclıq əgər 25, 30, 40 gün davam edirsə, buna hər bir insan tab gətirə bilmir. Ona görə də alternativ variant kimi xərçəng hüceyrələrinə selektiv təsir göstərən qida məhsullarından seçmək, qida məhsullarını istifadə etmək lazımdır. Bu qida məhsulları, xərçəng hüceyrələrinə məhvedici təsir göstərən qida məhsulları Scott fermentinin hüceyrələrini blok etməklə buna nail olmaq olur. Və Scott fermenti nedir? Scott fermenti uzun bir kimyevi birləşmənin qısaldılmış adıdır. Hər bir xərçəng hüceyrəsi öz membranını qurmaqdan ötürü məhz bu fermentdən istifadə edir. Bu fermenti bloklamaqla da biz xərçəng hüceyrələrinin məhvinə səbəb ola bilərik. Kimyoterapiya ilə də Scott fermentinin hüceyrələrini bloklamaq mümkündür. Lakin burada həm xərçəng hüceyrəsini məhv edirik, həm də immun hüceyrələrimizin bir hissəsini məhv etmiş oluruq. Çünki hər bir xərçəng hüceyrəsi 100% xərçəng hüceyrələrindən ibarət deyil. Onun müəyyən hissəsi bizim immun hüceyrələrimizdən ibarətdir. Ona görə də selektiv olaraq elə qida məhsulları seçilməlidir ki, bunlar xərçəng hüceyrələrinə öldürücü təsir göstərsin. Bunlar ilk növbədə hansılardır? Brokkoli, brokkolinin yarpaqları, sarımsaq, soğan. Qidalanma protokolu xərçəngin müalicəsində çox mühüm əhəmiyyət kəsb edir. Zulal mənbəyi kimi iltihab törətməyən balıq növləri, sardinadan istifadə olunmalıdır, kən yumurtasından istifadə olunmalıdır. Omega 3 yağ turşuları geniş istifadə olunmalıdır. Omega 6 yağ turşularından isə kənarlaşdırmaq lazımdır. Burada məqsəd bədəndə olan turş mühiti qələvi mühitə əvəzləmək. Turş mühitdə xərçəng hüceyrələri inkişaf edir, qələvi mühitə isə onlara öldürücü təsir göstərir. Mənim bu videom digər videolarım kimi maarifləndirici xarakter daşıyır. Əgər bu videolardan istifadə etmək istəyirsinizsə, mütləq şəkildə öz müalicə həkiminizlə məsləhətləşin. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.